Sabah xeyir olsun, həftəniz bərəkətli olsun. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün nədən danışarıq? Təbii ki, qızıldan, yəni bildiyiniz kimi Amerika-İran razılaşması, sülh razılaşması qızılın sürətlə qalxmasına gətirib çıxartdı. Yəni mükəmməl bir şəkildə ilkin olaraq 50 dollara bir yüksəliş nümayiş olundu. Ondan sonra isə yəni 90 dollar qalxdı. Ümumilikdə 120 dollarla bir yüksəliş oldu. Səhər saatlarında təbii ki, satış əməliyyatlarımız oldu, sizə göstərərəm, amma yenidən satışlar 4302-lərdən gələcək, hələ ki, açılmayıb ki, əməliyyatlar. Alışlar isə 4317-lər 10 dollarlıq yuxarı, 4302-dən isə 10 dollarlıq aşağı bir siqnal paylaşmışıq. Yəni, bildiyiniz kimi, 5-ci gündə bizdə siqnallar mükəmməl gəlirlər verdi, yəni, bunun şahidi oldunuz. Hətta axşam saatlarında da siqnalları paylaşmışdıq. Bugün də paylaşdıq siqnalları. Təbii ki, hələ ki nümayiş etdirmirəm. Çünki yəni istəyirsinizsə, siqnal kanalında kimsə yoxdursa, abunə olsun ki, onlar da görsünlər. Gümüşə gəldi desək, təbii ki, gümüş də sürətlə qalxdı. Bugün satış əməliyyatları, deməli 69-800-lərdən satışlar gələcək, 70-500-lərdən isə alışlar olacaq. Neftə gəldi də, neft, təbii ki, neft də qeftlə aşağı açıldı və neftə alışlar nə olacaq? Yəni, əgər belə deyək, yəni bu sülh müqaviləsi möhkəmlənərsə, gündəm olarsa, təbii ki, neft yenidən aşağı düşəcək. Əks halda isə 85-15-lərdən yenidən alışlar olacaq. Satışlar isə 83-70-lərdən gələcək. Nəzər çatdırım ki, yəni bildiyiniz kimi S&P, Nasdaq, Dow Jones, DX və bunlar yenidən yuxarı doğru start götürməyə başladılar. Dow Jones bir yəni əvvəlki maksimuma çatır, 51-700-lərdən də yuxarı irəliləmək deyir. Eyni zamanda DX də, DAX da yəni ondan geri qalmır və Nasdaq da start götürür. Əksədən sonra sizə demişdim bu haqda. Dolar rəqabətində isə euro-dolar rəqabətə satışlar 1.15-900-lərdən gələcək. Alışlar isə 1.16-200-lərdən funtun dolar rəqabətində. Satışlar qısa müddətli satışlar. Mən çox üstünlük vermək istəmirəm hələ ki bu satışlara. Alışlar 1.34-600-lərdən həm euro dolara, funt dolara. Belə də satışlar üçün biraz, yəni satışlar ola bilər 1.34-100-lərdən sonra, funt, euro dollarda da, yəni satışlar, yəni 1.15-900-lərdən eləsəz daha yaxşı olacaq. Əsasən də biz nəyə üstünlük verməliyik? Yəni qızılla gümüşə, eyni zamanda Bitcoin də pis qalxmadı. Bitcoin'in yenidən alışları biz paylaşmışıq, yəni 66-lardan alışlardı. 65-300-lərdən isə satışlardır. Yəni, bugün səhər saatlarında biz nə etmişik? Bizdə, deməli, 5-ci gündən qalan əməliyyatlar 1, 2, 3, 4 əməliyyat 5-ci gündən qaldı. Tabii, bu da deyəsən 5-ci gündə də, bu niyə belə düşüb bilmirəm. Deməli, bu əməliyyatlar swapla gəlib, yəni 10 dollar, 11 dollar swap gəlib bunlara, qızıla. Swap gəlib. Gümüşə swap gəlməyib uşaqlar. Gümüşün bayında swap gəlməyib. Eyni zamanda bugün səhər saatlarında biz yəni qızılda və gümüşdə hərəsinə bir dənə əməliyyat açdıq. Bu gün ayın bunlar hamısını bağlamışıq. Səhər saatlarında açdığımız əməliyyatlar. Deməli, bu iki əməliyyatı ayın 15-idir. Bu iki əməliyyatı bugün açdıq və bağladıq. 455 və 483 qızılda və gümüşdə. Ümumi olaraq yəni bugün 6985, yəni 7000 olmadı. Deməli, min bərəkət. Bugün bunları işləmişik hələ ki. Yəni 5-ci gündən təbii ki, qızılda və gümüşdə alış əməliyyatlarımız var idi. Yəni gün ərzində siqnallar olduqca paylaşmağa çalışaram. Yəni, bugün səhər saatlarında qızıl, gümüş və Bitcoin haqqında paylaşmışıq siqnalları. İnşallah indi video da çəkərik. Özünüzə yaxşı baxın. Həftəniz bərəkətli olsun.